artıq sizinlə yeni mövzu haqqında danışırıq. Ümumiyyətlə necə yeni mövzu? Dərs olaraq da yeni mövzudur və həmçinin də vəsaitə yeni əlavə olan mövzudur. İnşallah ki, yeni kitabımız çıxacaq. Yeni kitabımız çıxanda da görəcəksiniz ki, bu mövzunu orada öz əksini tapıb. Amma onu da qeyd edim ki, bu mövzu hal-hazırda müxtəlif mənbələrdədir. O müxtəlif mənbələrdən də araşdırıb, arayıb, yazıb, pozub sizin üçün vacib olan məqamları qeyd etməyi bacarmışam. İndi gəlin görək mövzu nədən bəhs edir. Mövzu dediyim kimi adı nədir? Produktiv düşünmə, bir də praktik düşünmə. 2 dənə düşünmədən danışacağıq. Birinci produktiv düşünmə yazıram, sən də özün üçün qeyd elə. Görək produktiv düşünmə nədir? Produktiv düşünmə. İstəyirəm xatırlatma edim, sən də özün üçün oradan xatırlat. Düşünmə növləri keçmişik səninlə. Verbal düşünmə, qeyri-verbal düşünmə, analitik düşünmə, analogiya, müxtəlif düşünmə növləri, konvergent, divergent və s. Bax, o düşünmə növlərini danışarkən biz təfəkkürün müxtəlif növləri ilə onları əlaqələndirirdik, düzdürmü? Bax, bu düşünmə növlərini də biz bilavasitə təfəkkürlə əlaqələndirə bilərik. Təfəkkürün bilirik ki, 3 növü var. Məntiqi, tənqidi və yaradıcı. Bax, əgər yeri gələrsə, situasiya sənə istəyərsə, burada məntiqi düşünə bilərsən, tənqidi də yanaşa bilərsən və həmçinin yaradıcı yanaşmanı da göstərə bilərsən. Öncəliklə onu qeyd edim ki, produktiv düşünmə Tim Hurson tərəfindən yazılıb. Alimin adı Hursondur. Deyəcəksən, indi mənə bu alimin adı lazımdır. Mən də deyirəm, lazım deyil. Onsuz da testdə də alimin adını səndən soruşmayacaqlar. Sadəcə bilgi olaraq bil. Produktiv sözün mənasına baxsaq, məhsuldarlıq deməkdir. Məhsuldarlıq. Ümumiyyətlə, bu düşünmə haqqında mən nəyi bilim? Produktiv düşünmə deyəndə nə nəzərdə tutulur? Bax, produktiv düşünmədə 6 addım var. Bu 6 addım haqqında məlumatlı ol. 6 addımın mahiyyətini bil, əzbərləmə. Testlərdə çox asan şəkildə tapacaqsan. Bax, birinci nədir? Sizcə nə olar? Problem nədir? Problem nədir? Birinci addımın, birinci məqam bax budur. Əgər biz produktiv düşüncədən danışırıqsa, ilk addımdan başlayırıq. Problem nədir? Mən 6 dənə addımı yazacağam, qeyd eləyəcəm. Sizə bir dənə özümüzə aid bir dənə situasiya deyəcəm. İnanın tam səmiyyətmə. Əgər sən diqqətlə mənə qulaq asırsansa, bax, bunu yadından çıxartmayacaqsan. Birinci addımım nədir? Problem nədir? İkinci addımı yaz. İkinci addımda yazırsan ki, əldə etmək istədiyim uğur nədir? Əldə etmək istədiyim uğur nədir? Və yaxud da ki, qısacasına yaza bilərsən ki, mən nə istəyirəm? Bax, bu ikinci addımdır. Sonra gəlirik üçüncü addıma. Hər addımı dənə-dənə sizinlə situasiyalarla əlaqələndirəcəm. Üçüncü addımda deyir ki, problemin həlli ilə bağlı əsas suallar hansılardır? Bax, problemin həlli ilə bağlı əsas suallar. Bax, bu da nədir? Üçüncü addım. Sonra gəlir dördüncü addım. Dördüncü addımda isə deyilir ki, sualların mümkün cavabları. Sualların mümkün cavabları və həll yolları. Bu dördüncü addımdadır. Beşinci addımdakı hansı cavab və ya həll yolu səmərəlidir? Hansı yazırsan daha səmərəlidir? Altıncı düzür istəyirəm. Altıncı addımda isə nədir?
resurs və plan. Bax, Pursonun yazdığı, bizə təqdim olunan çərçivə sənədində verilən produktiv düşünmə yeni adda, bax, mövzunun əsas bundan ibarətdir. İndi mən dənə-dənə bunu sənə çox qəşəng şəkildə deyəcəm, öz dərsimizlə əlaqələndirəcəm, yadında qalacaq. İndi hiss eləyirəm ki, o tərəfdən deyirsən ki, ay müəllimə, görəsən mən bunları ardıcıl şəkildə necə yadımda saxlayacam? Testlərdə ardıcıllıq əhəmiyyətlidirmi? Situasiya verəcək sənə, deyəcək hansı mərhələ ilə əlaqələndirmək lazımdır, bunu bil. Amma bir daha üstündən keçirəm, sən də yazdıqlarıma diqqət yetir. Birinci ilk iş nədir? Problem nədir? İkinci, nə istəyirsən? Üçüncü, problemin həlli ilə bağlı əsas suallar. Dördüncü, sualların mümkün cavabları və həll yolu. Beşinci addım, hansı daha səmərəlidir? Altıncı adım, resurs və plan. İndi özümüzə aid bir dənə situasiya deyəcəm sizə. Bax, birinci addımdan əlaqəli problemim nədir? Kurikulumu öyrənə bilmirəm. Problemimiz budur. Yaxşı. Gəl indi Pursonun təqdim etdiyi produktiv düşünmə nəzəriyyəsini tətbiq eləyərək, görək bu problemimizi necə həll eləyərik. Deməli, problemim nədir? Kurikulum haqqında məlumatım yoxdur. Kurikulumu öyrənə bilmirəm. İkinci, əldə etmək istədiyim uğur nədir? Nə əldə etmək istəyirəm? Nə qazanmaq istəyirəm? Kurikulumu çözmək istəyirəm. Kurikulumun öhdəsindən gəlmək istəyirəm. Bax, bu da nədir? Əldə etmək istədiyim uğurdur. Yaxşı. Növbəti üçüncü addım nədir? Problemin həlli ilə bağlı əsas suallar. Mən bu kurikulumun öhdəsindən gəlmək üçün görəsən nə edə bilərəm? Hansı yolları axtara bilərəm? Hansı yollardan istifadə etsəm, bu kurikulumun öhdəsindən gələcəyəm? Sonra özümə suallar verirəm. Məsələn, indi deyir ki, dördüncüdə isə suallar, bir də sualların cavabları. Deyirəm, yaxşı, kurikulumun öhdəsindən gəlmək üçün YouTube izahı dinləyə bilərəm. Yazıram YouTube. Bax, yazıram YouTube. Sonra yazıram səsli dinləmə. Səsli dinləmə. Sonra yazıram əyani dərs. Dərs. Sonra yazıram onlayn dərs. Onlayn dərs. Hə. Dərs. Sonra yazıram ki, məsələn, keçən il yoldaşım getmişdi rəfiqəm kurikulum hazırlığına, onun qeyd dəftəri var, onu. Bax, bir neçə dənə yollar özüm üçün burada neynədim? Qeyd elədim. İndi bax, sən də özün üçün bax. Dördüncü addımda sualların mümkün cavabları və həll yolları. Çünki mən üçüncü addımda bu problemin həlli ilə bağlı suallar verirəm ki, yəni mən necə edim? Hansı fəaliyyəti həyata keçirdim ki, mən bu problemimin öhdəsindən gəlim. Çünki mənim birinci addımda problemim var. Nədir problemin? Nədir dərdin sərin? Kurikulumu öyrənə bilmirəm. Nə istəyirsən? Kurikulumun öhdəsindən gəlmək. Necə edə bilərəm? Hansı addımları ata bilərəm? Hə, indi mümkün həll yollarını sənə təqdim edirəm. İndi 5-ci addımda dedik ki, bu verilən həll yollarından hansı daha səmərəlidir, onu qiymətləndirirəm. Deyirəm ki, əşi, YouTube mənlik deyil. YouTube'da o qədər təlimçi var ki, öyrənə bilmərəm. Yaxşı, səsli dinləməyi də bir gün öyrənəcəm, 2 gün öyrənməyəcəm. Necə öyrənəcəm? Keçən ilki rəfiqəmin qeyd dəftərisindən o da qalacaq, üst-üstə yığılacaq. Məsələn, deyirsən ki, əyani-dəki məsafə uzaqdır, gedib dərs keçə bilmərəm. Dərs ala bilmərəm. Hə, onlayn dərs ən uyğundur mənə verilən o sualımın cavabları və həll yolları verilib, ha. Bax, onlardan ən səmərəlisi onlayn dərslərdən istifadə edə bilərəm. Deməli, mən neynədim? Gəldim 5-ci addıma. Hansıdır? Ən səmərəli həll yolu onlayn dərsi seçdim. Qəşəng. İndi 6-cı addımı necə həyata keçirdəcəm? Plan qururam və resurs lazımdır ki, o planımı həyata keçirmək üçün mən 6-cı addımı reallaşdırım. Nədir resurs? Wi-Fi-in olmalıdır. Qrupa daxil olmalısan. Telefonun olmalıdır. Zoom proqramı yükləməlisən. Ödəniş ödəməlisən, dərsdə iştirak eləməlisən.
Bax, bu nədir? Produktiv düşünməni həyata keçirmək üçün problemli situasiyanın yolu. Bax, bu dediyim mən problemli situasiya var, heç bir yerdə yoxdur. Mən bu mövzu ilə tanış olandan sonra düşündüm ki, buna uyğun olaraq başqa bir situasiyalarda demək olar, ha, müxtəlif situasiyalar demək olar. İndi biraz da gəlin müzakirə edək başqa istiqamətdə də. Amma daha loru dildə necə başa düşə bilərik? Özünlə başa düş. Sabah testlərdə qarışıq situasiyalarda qalsan, hansı addımdır bu? Gör nəysə çatışmamazlıq varsa kökündə, nəysə axtarırsa, bil ki, problemi axtarırsan, problemin yaranma səbəbini axtarırsan. Əgər hər hansısa bir təminat varsa, resurs varsa, bil ki, altıncıdır. Və bil ki, nəysə sənə bir neçə dənə yol veribsə, ən səmərəlisini seçmək var. İndi mən sizə deyirəm, özünüz üçün qeydinizi götürün. Bu addımları ardıcıl olaraq sayarkən biz burada konvergent düşünməni gördükmü? Bəli, gördük. Ən səmərəli həll yolu qiymətləndirdik. Fərqli bir neçə dənə ideya dedikmi? Dedik. Sonra nə bilim müqayisə, səbəb-nəticə əlaqəsi müşahidə edə bildikmi? Əlbəttə ki, etdik. Bax, bu da nədir? Produktiv düşünmənin əsas faktorları. Bir daha deyirəm, produktiv düşünmə kökündə problemli situasiya yaradır, problem həll etmə bacarığını inkişaf etdirir və formalaşdırmağa xidmət edir. Birinci, sənin problemin var. Sən o problemin nədir onu bilirsən. İkincidə, əldə etmək istədiyin uğur haqqında məlumatlı olmalısan ki, yəni birinci problemin nədir? İkincidə nə etmək istəyirsən? Problemin həlli ilə bağlı bir neçə suallar, daha sonra sualların mümkün həll yolları və cavabları, sonra ən səmərəli həll yolunu qiymətləndirib seçmək, plan və resurs vasitəsilə onu nə etmək? Həyata keçirtmək və reallaşdırmaq. Əslində deyə bilərsiniz ki, söz yığınıdır, tanış sözlərdir. Hətta deyə bilərsiniz ki, bir-biri ilə əlaqəsi də yoxdur, amma dərindən o elə kurikulumla bağlı göstərdiyim o situasiyanı, dediyim situasiyanı beyninizdə formalaşdırın, o zaman biləcəksən. Sənin problemin nədir, nə əldə etmək istəyirsən və əldə etmək üçünsə hansı addımları həyata keçirməlisən. Bir də var praktik düşüncə modeli. Gəl görək praktik düşüncə modeli deyəndə nə nəzərdə tutulur və praktik düşüncə modeli, onu da qeyd edim ki, çox produktivdən çox asandır və gündəlik həyatımızda rast gəldiyimiz məqamlardır. Yazaq, adı üstündə praktik şəkildə onu deyir, tətbiq elə vəssalam. Praktik düşüncə modeli. Düşüncə modeli. Praktik düşüncə modeli hansı alimin adı iləndir? Gəlin onu sizə qeyd edim. Edward de Bono'nun. Bax, bunun modelidir. Praktik düşüncə modeli haqqında nə deyib? Deyir ki, praktik düşüncə modelini yazan alim, filosof, beynini daha çox problemli situasiyalarla yorma. Bax, belə bir məqam deyir. Yəni, deyir ki, lazımsız məlumatları kənara qoy, anında problemin həlli yollarına fokuslan və onu həyata keçir. Bax, bu nə deməkdir? Bir də sizə situasiya dedim, gündəlik həyatımızda hər gün olmasa da hər birimizin başına gəlib. Məsələn, səsi də qeyd eləyəndə demişəm. Deyək ki, Aygün müəllimə, indi Aygün müəllimi ilə tanışlığımız var, ərk eləyib ona görə deyirəm, ha. Belə işin ən kurikulumun çətin vurhavur testləri vaxtındadır. Testləri həll eləməyə çalışır. Yanında da ki, indi şagirdləri gəlib o qədər danışır, müəllimin fikri qarışır. Nəyəsə səhv edir və yaxud da ki, telefonda məsələn deyirəm, indi deyək ki, dərs vaxtı deyil də bunlar, əlbəttə ki, zəng vaxtıdır və yaxud da ki, ən yaxın uşaqlar var yanında, bir müzakirədədir. Əli səhv gedir, zəngə dəyir, kiməsə zəng eləyir, nə bilim, neynir. Yanındakına nə deyəcək? Bir dayanın da, başımı o qədər qarışdırdınız ki, fikrim yayındı, filan kəsə zəng getdi. Bax, praktik düşüncə nəzəriyyəsi deyir ki, onu demə də, anında hansı problemli situasiya qarşılaşmısan, onu aradan qaldır. Və yaxud da ana ilə danışırsan, ananı əsəbləşdirmirsən, başlayır masanın üstlərini yığışdırmağa, birdən stəkan düşür əlindən yerə sınır. Başlayır uşağı ağıyıb qara sərməyə, deyir, bax, o qədər danışdın ki, o stəkan da sındı. Yəni də qızımın biri dedi ki,
Ay müəllimə, stəkanı sındıran ana özüdür də. Mənim nə günahım var? Elə danışır ki, sən danışmasaydın stəkan sınmazdı. Bax, praktik düşüncə nəzəriyyəsi deyir ki, sən o stəkanın niyə sınmasının səbəbinə baxma da, sən o sınıb onu anidən yığışdır. Deyirik, bizdə baş qalıb, duzu mətbəxə qoymaq əvəzinə aparıb soyuducuya qoyuruq. Nə bilim, duzun əvəzinə şəkər gətiririk. O qədər başımızı, belə deyim də, gərəksiz məlumatlarla məşğul edirik ki, o qədər və yaxud da danışırsan ki, mənə imkan vermirsən ki, və yaxud da ki, ana mətbəxdə xörək bişirir, zəng gəlir, zəngə başı qarışır, soğan yanır, loru dildə deyirəm. Deyir, ay aman, mən də dərsdən indi gəlmişdim, qaça-qaç, indi bu soğan yağdı. Bax, sən mənə danışmasaydın, sən mənə zəng eləməsəydin, bu o hal olmazdı. Deyir ki, bunu deməyəsən, soğan yanıb, canın sağ olsun, təzədən onu götür, nə bilim, yenisini et. Praktik düşüncə nəzəriyyəsi sırf bunu deyir. Yəni bunu biz tədrislə necə əlaqələndirə bilərik? 4 əsas addımı var və praktik düşüncə nəzəriyyəsində nə deyir? Birinci ilk olaraq addımda deyir ki, lazımsız məlumatları kənara qoy. Bir dənə lövhəni sileyim. Yəni praktik düşüncə modelində o deməkdir ki, sən problemin baş vermə səbəbini araşdırma, anında onun həll yollarına fokuslan və onu aradan qaldırmağa çalış. Deyir ki, lazımsız məlumatları kənara qoy. Lazımsız məlumatları kənara qoy. Bax, birinci addım budur. Deyir ki, lazımsız məlumatları kənara qoy. Səbəbə deyil, həllə yönəl. İkinci. Səbəbə deyil, həllə yönəl. Sonra üçüncü, sadə və əlçatan həll seç. Sadə və əlçatan. Həll yolu əlçatan olsun. Və tez qərar ver, tez qərar ver və sına. Bax, buraya yaz mötərəziyə konvergent. Konvergentlər neyinir? Anında yollar axtarmır, aramır, araşdırmır. Var əlində. Ən səmərəlisini seçir, qiymətləndirir. Bitdi. Demək olar ki, praktik düşüncədə elə konvergent modeldən istifadə olunur. Çünki arayıb axtarmır, başqa bir, belə deyim də, vaxt sərf eləmir, nəticə etibarilə neynir? Tez anında qərar verir və onu həyata keçirdir. Bir daha ümumiləşdirirəm, praktik düşüncə modelində nədən söhbət gedir? Lazımsız məlumatları kənara qoy. Yəni deyir ki, söz yığından istifadə eləmə də, beynini çox məlumatlarla məşğul eləmə. İkinci deyir, səbəbə yox, həllə yönəl. Bax, nə deməkdir? Məsələn, deyək ki, indi Allah uzaq eləsin, məsələn deyirəm, dayanmışam, görürəm yanğın çıxıb, hə? Mən axtarmayacam ki, bu yanğın niyə olub? Anında deyirsən, canını qurtar. Bax, budur. Deyir, səbəbə yox, sən onun səbəbini axtarmadan nə üçün oldu? Sən onun anında həllinə yönəl. Və həlli də sadə əlçatan elə də, praktik elə və anında qərar ver. Məsələn, deyək ki, yağışlı bir gündür, gedirəm 5 nömrəli məktəbə, tanıyanlar bilir, orada yağış olanda aləm dəyər bir-birinə də, bir dənə qəşəng göl düzəlir. Biri var ki, gedirsən, dayanırsan, başlayırsan danışmağa ki, tay bu valideynlər nə qədər şikayət elədi, insan nə qədər, nə bilim, şikayət eləyər, müraciət eləyər, anında həll olunur. Başlayırsan danışmağa, biri də var ki, görürsən kənarda bir dənə daş parçası var və yaxud da bir dənə kardon var. Ondan istifadə edirsən, o an üçün yoldan keçirsən. Bəzən deyirlər, sənin üçün nə lazımdır? Anında bunu həyata keçirtmək. Bax, praktik düşüncə tərzi əslində yeni bir ideya, yeni bir nəyisə təqdim eləməyiblər bizə. Bildiyimiz bir şeyi sadəcə olaraq bizə elmi cümlə ilə, 2-3 cümlə ilə də təqdim ediblər. Ümumiləşdirsəm, bizə təqdim olunan bu yeni ikinci düşüncə, iki düşüncə növün biri produktiv düşünmədir, biri praktik düşünmədir. Əslində praktik düşünmə çox bəsit və çox sadədir. Kökü konvergent düşünməyə dayanır və deyir ki, konkret olaraq hər hansısa bir problemli situasiya ilə əgər sən qarşılaşarsansa,
Səbəbə yox, onun yaranma səbəblərinə yox, onun həll yoluna yönəlməlisən və həll yolunu da sadə, əlçatan etməlisən və anında qərar verməlisən. Lazımsız ümumi məlumatlardan uzaqlaşmalısan. Yəni sən baş verən prosesin niyəsini sorğulama, o anda sən o yaranmış vəziyyətdən necə çıxış yolu tapa bilərsən, ona fokuslan. Anında qərar ver. Və məsələn, deyək ki, indi anidən işıq söndü, deyək ki, dərs keçdi. Başlayıb özümə deyinə-deyinə qalım ki, ay aman, dərsim qaldı, dərsimi keçmədim. Məsələn, mümkündür, meqabaytla səs at, dərsə davam elə, səsli formada. O an üçün sən nə edə bilərsən, onu elə, yaranmış vəziyyətdə. Bəli, könülmərmə, qısa və konkret, sadə həll yolu. Ona görə deyirəm, möhtərəzədə konvergent yaz ki, səni, belə deyim də, çaşmayasan. Niyə görə? Çünki konvergent düşünənlər də elə ondan eləyir. Səmərəli, ən səmərəli qısa həll yollarını qiymətləndirir, seçir. Produktivlikdə isə nədir? Produktivlik problemli situasiya var. O problemli situasiyanı həll eləmək üçün ardıcıl addımlar var. Onu da bilirsən. Birinci, problemin nədir? İkinci, yəni sən əldə etmək istədiyin uğur nədir? Yəni sən nə istəyirsən? Üçüncü, hansı sualları verirsən ki, özünə yaranmış problemli situasiyanı aradan qaldıra biləsən? Dördüncü, sualların mümkün cavablarını və həll yolları hansılardır? Onları sadalayırsan. 5. Hansı cavab və həll yolu ən səmərəlidir? Onu seçirsən, dəqiqləşdirirsən. 6-cı mərhələdə isə planınla, resurslar vasitəsilə də onu həyata keçirdirsən ki, bu da produktiv düşünməni reallaşdırmağa xidmət edir. Bax belə əziz müəllimlər, ümid